Dünən Milli Məclis Gömrük Məcəlləsinə 15.000 sözlük update gətirdi. Ay mübarəklər, 15.000 sözə təzə konstitusiya yazmaq olardı, siz isə köhnə yamanın üstünə təzə naxış vurdunuz. Özü də nə naxış? Səyyar yoxlama və sərhəd qadağası. Səyyar yoxlama nədir? Yəni müfəttiş qapını təpikli açıb deyəcək ki, gəl görüm, bu malı mühəyyamında gətirəndə hansı rəng corab geymişdin? Biznesi inkişaf etdirmək əvəzinə nəzarətə nəzarət mexanizmi ilə canlı alırlar. Bəs o borca görə stop məsələsi. Gömrük sənə bir rəqəm yazdısa və salam quş olub uça bilməzsən. Elə bilirlər iş adamı 3-5 manat borca görə vətəni qoyub qaçacaq. Ay qardaş, adamları qaçıran sizin qanunbazlığınızdır, borc deyil. Hər ailə ölkədən köçəndə ümumdaxili məhsuldan bir parça qoparıb aparır, siz isə hələ də kağız eşələyirsiniz. Nəticə, dünən bu 15 minlik qəsidəyə bircə bizim realçı deputat yox dedi. Yap hökuməti iqtisadiyyatı elə sıxır ki, axırda regionun ən sürətli geri gedəni biz olacağıq. Gəlin bu gedişatı dəyişək. Seçkidə səsini reala ver ki, iqtisadiyyat kağızda deyil, cibində canlansın.